Məsələn, fərz edək, biri mənə deyir ki, ya Fərid, zəhmət olmasa mənə dua et, müşkülüm var. Hə, bu müvəhhid əməlidir, olar. Amma birdən ölsəm və həmin şəxs desə ki, ya Fərid, mənim üçün dua et, güya bu şirk olacaq. Sizin adınızdan deyim, hə? Hüseyin, sənə and veririk Anon Zəhraya. Bir də bizim evlərə nəzər elə. Bir də mənim balama nəzər elə. Bir də bax, o yataqda yatan o xəstəyə nəzər elə. Hüseyin, bir dənə nəzər elə günahkar canımıza. Hüseyin, nəzər elə bizə. Hüseyin, nəzər elə bizə. İnana bilmirəm ki, anası Zəhraya and verəsən bizi qoya kənar. Şirk, müşrik. Birbaşa məsumun özündən istəmək olar, ya yox. Birbaşa Əlidən istəyirəm. Ya Əli, Allaha xatir mənə kömək ol. Yox, Əlinin özündən istəyirəm. Birbaşa özündən. Olar, olmaz, bəli, olar. Şirk, müşrik. Ona görə İmam Hüseyin əleyhissalamdan kömək istəməyimiz və deməyimiz ki, ya Hüseyin, mənə kömək elə, heç bir şirkliyi yoxdur, ibadətdir. Şirk, müşrik. Hərdən gedəsən İmam Rızanın, İmam Hüseyin hərəminə, deyəsən ki, hacət yaddan çıxır, olur da elə, heç lazım deyil hacət istəyəsən. Deyəsən, sən nə gözəlsən, hərəmin nə gözəldir, elə valih baxasan, göz yaşı tökəsən, hər şey yadından çıxır, sənin yadından çıxsa, onunki yadından çıxmır. O bilirsən nə istəyirdin. Deyib, bu bizi sevənlərdəndir, gör bizi nə qədər sevir ki, məni görəndə, hərəmimi, zərihimi görəndə, özü də hər şeyi yaddan çıxdı, hacətləri də, onda da daha tez verir. Şirk, müşrik. Bir nəfər desə, ya Əli mənə kömək elə, eyni tövhiddir. Niyə? Necə ki deyir, ya həkim mənə kömək elə, eləcə deyir, ya Əli mənə kömək elə, ya Hüseyin mənə kömək elə. Ay şoför, haraya edirsən əzbəyə, mənə apar. Şirk elədi bu, xeyr. Ya Hüseyin, mənə övlad ver. Şirk elədi, harası şirkdir bunun? Hələ mən kiməm ki? Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Allah onların qoşduqları şəriklərdən ucadır. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Allahdan başqa heç kəsə dua etməyin.